Saxta və süni krevetkalar. 28 lira xanım. O 25 manat. Belə məhsullar həqiqətən ölkəmizdə satılırmı? Sosial şəbəkələrdə iddia olunur ki, satışda saxta və süni krevetkalar var. Biz də elə bu səbəbdən üst tutduq bazara ki, öyrənək, belə məhsul həqiqətən varmı və bu insan sağlamlığına nə qədər təhlükəlidir? Bu məsələ ilə bağlı bazarda apardığımız sorğu zamanı əksər satıcılar danışmaq istəmədilər. Fərqləri var, məsələn, ölçüsünə görə ya da iri xırdalığına görə? Xeyr, yoxdur. Bəs hardan gətirilib? Bu okeanda, o da ki, çay krevetkaları. Naturalni deyilən bir şey qalmayıb, bir neçə faiz qalır. Mənşəyi falan barəsində öyrənmişsinizmi, necədir? Krevetka almamışam, yalan deyil. Bundan sonra xəbərin izi ilə üst tutduq həmin krevetkaların satıldığı iddia edilən ünvana, Nəsimi rayon 3-cü mikrorayon ərazisinə. Mağaza sahibi iddialara belə münasibət bildirdi. Qaynanmış krevetkadan əgər bir damcı yağ çıxsa, daha çıxmır, mümkündür. Yəni, təmiz zülaldır. Və zülal da quruyanda, yəni kardon kimi bir şey olur da. Yəni kardonun özü nədir? Kardonun özü zülaldır. Bu da, yəni bu məhsulda gördüyünüz kimi, yəni tam firma malıdır, yəni firmadan gəlir və bu sərhəd keçir. Yəni qardaş nə dedi? Orada deyir ki, bəs qida hara baxır? Qida öz işini görür. Bu sərhəddən keçib tam keyfiyyətli, normalda maldır. Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən bildirildi ki, saxta krevetkaların satışı ilə bağlı yayılan məlumatlar araşdırılır. Həmin mağazadakı məhsullardan nümunələr götürülüb, laborator müayinələr aparılır. Mütəxəssislər belə məhsulları sağlamlıq üçün riskli hesab edirlər. Çünki süni krevetkalar nişasta, jelatin, protein, dadlandırıcı və ətirləndirici maddələrdən istifadə olunaraq hazırlanır. Uyğun olmayan rəng çalarları olur. Həmçinin də bişirildikdə tez parçalanır və büzüşür və uyğun olmayan süni qoxu və görünüşə malik olurlar. Ümumiyyətlə, yaxşı olar ki, ən uyğun odur ki, istehlakçılar məhsulun etiket məlumatlarına nəzər yetirsinlər. İstifadə olunması zamanı böyrək və qaraciyərdə həddindən artıq yüklənmələrə səbəb olur. Aktadan o da bildirildi ki, müayinələrin nəticələri yaxın vaxtda açıqlanacaq. Nərmin Malik qızı, Rüstəm Abdullayev, ATV Xəbər.